Hörmətli izləyicilər, mən bugün sizinlə sac içi hazırlayacağım. Sac içi hazırlamaq üçün ilk öncə sacın içini quyruqla yaxşı yağlayıram. Sonra doğradığım 2 baş soğanı yağda saraldıram. Saralmışdır. Mən indi ətləri tökürəm və soğanla biraz qovururam. Əti soğanla qovurdum. İndi isə göbələyi tökürəm. Mən sac içini göbələklə hazırlayıram. Və biraz da göbələyin pişməsini gözləyirəm. Artıq göbələk də pişmişdir. İndi isə mən qırmızı və yaşıl şirin biberləri yeməyə vururam. İndi isə yeməyin duzunu, pul biberini vururam. Və pomidoru da töküb biraz mamotda qoyuram. Yeməyimiz hazırdır. Yiyəcək və hazırlayacaq hər kəsə nuş olsun. Videomu bəyənib kanalıma abunə olmağı unutmayın. Yeməyimiz hazırdır. Yiyəcək və hazırlayacaq hər kəsə nuş olsun. Videomu bəyənib kanalıma abunə olmağı unutmayın. İndi isə yeməyin duzunu, pul biberini vururam. Və pomidoru da töküb biraz mamotda qoyuram. Artıq göbələk də pişmişdir. İndi isə mən qırmızı və yaşıl şirin biberləri yeməyə vururam. Əti soğanla qovurdum. İndi isə göbələyi tökürəm. Mən sac içini göbələklə hazırlayıram. Və biraz da göbələyin pişməsini gözləyirəm. Hörmətli izləyicilər.